Vaxtınız xeyir olsun, hörmətli izləyicilər. İdmançılar Uğurlu hekayənin bu buraxılışında Azərbaycan futbolunun son 25 ilində həm meydanda, həm də idarəçilik səviyyəsində öz imzasını atmış, tanınmış bir futbol şəxsiyyətini qonaq edirik. Keçmiş millimizin üzvü, uzun illər peşəkar yarım müdafiəçisi, daha sonra Bakı klubunda seleksiya məşqçisi, Sumqayıt klubunda baş menecer, Neftçi və Neftçi klubunda idman direktoru və son olaraq Keşli futbol klubu idman direktoru kimi çalışan və son olaraq Top Spor şirkətinin təsisçisi Ceyhun Sultanovdur qonağımız. Ceyhun müəllim, xoş gəlmisiniz. Xoş gördük. Ceyhun müəllim, belə bir sualla başlamaq istəyirəm. Uşaqlıq illərinizdə futbol sevgisi necə formalaşdı? İlk olaraq sizi bu yola nə çəkdi? Futbol sevgisi içdən olur. İstəyir orada ailədə futbol sevgisi olsun, olmasın, özündən asılıdır insanın. Çünki mənim ailəmdə deyim ki, hamı futbolla məşğul olub, əvvəlləri yox. Məndən sonra qardaşım var idi, o da futbola gedirdi. Məndən sonra kiçik qardaşım da futbola getdi. Bizim özümüzdən gələn bir istək idi. Onu da həyətdə oynaya-oynaya o həvəs bizdə yaranmışdı. Ondan qabaq güləşə də getmişəm bir müddət. Gördüm, o mənim idman növüm deyil, ondan sonra futbola getdim. Futbol elə bir şeydir ki, istər-istəməz oynadıqca həvəsə gətirir adamı. Oynadıqca həvəsə gətirir və ondan sonra 20 nömrəli məktəbdə oxumuşam. 20 nömrəli məktəbin həyətində başlamışam futbola. Ceyhun müəllim, peşəkar kariyerinizə doğru ilk addımınız necə oldu? Kimlər sizə bu yolda dəstək oldu? Belə deyim də sizə, uşaq məşqçim Vaqif Paşayev olub. O dönəmdə rəhmətli Ruslan Abdullayev var idi. Bu iki şəxsin mənim futbolçu olmağımda böyük önəm daşıyıb. Çünki 16 yaşa qədər Vaqif Paşayevin yanında olmuşam. 16 yaşdan sonra isə peşəkar olaraq rəhmətli Ruslan Abdullayevin rəhbərliyi altında oynamışam və bu insanlar məni futbol sferasında qaldırıb. Neftçi, Dinamo, Xəzərlənişin klublarda yer almaq böyük məsuliyyət tələb edir. Həmin dövrün ən çətin mərhələsi sizcə nə idi? Şəraitsizlik 1, maliyyənin olmamağı 2, o vaxt komandalar çox idi, futbolçu çox idi, şərait yox idi və istər-istəməz də maliyyəyə bağlanırdı. Onların olmamağı biraz axsadırdı. Bir çox futbolçular var ki, bu günləri kimi soruşsaz, keçmişdə deyəcək ki, mən futbolçu olmuşam. Və niyə atdınız? Deyəcək ki, şərait o idi ki, mən ailəmi dolandırmalıydım və ona görə mən futbolu atmaq məcburiyyətində oldum. Ona görə çox insanlar, o vaxt çox futbolçular, o vaxt buna görə futbolu tulluyurlar. Ceyhun müəllim, İran təcrübəniz Maşın Sazı Təbriz klubunda çıxış eləmişsiniz. Bu müddət ərzində sizə hansı fərqli futbol baxışları qazandırdı? İran futbolu ilə Azərbaycan futbolunun arasındakı fərq sadəcə olaraq Azərbaycan futbolunda daha topla oynamağı sevirdilər. İran futbolunda isə əksinə idi. Fiziki gücün olmalı idi və daim hərəkətdə olmalı idin. Mənə görə, mənim üçün çox rahat olub İranda oynamaq. Nəyə görə? Çünki yanımda olan futbolçular hamısı qaçan futbolçular alırdılar mənə, mən oyun qurucusuydum. Bəs o illərdə ümumiyyətlə bir oyunçu kimi hansı xüsusiyyət sizi daim irəli aparırdı? Mənim birinci fiziki cəhətdən zəif olmağım, mənim kompensasiyam, tez düşünmə, qərar vermə, bunlar fiziki tərəfini üstələyirdi. Ona görə mənim ən üstün cəhətim oyunu yaxşı oxumaq və oyunu yaxşı aparmaq idi. Ceyhun müəllim, Xəzərlənişin və Qəbələ kimi klublarda çıxış etmişsiniz. O dövrlərdə komandayla bağlı olan ən yadda qalan anınız hansıdır? Xəzər, Lənkəran, Qəbələ. Deyim də sizə, mənim Xəzər, Lənkəranda o dövrdə Azarkeş qrupu və meydançaya çıxanda bilirdin ki, özü futbolçu kimi hiss edirdin. Meydançaya çıxırdın, bütün dolu tribunalar, onların önündə oynamalısan, təzyiqlər olurdu. O dövrün futbolu mənə görə tam fərqli idi bugünə baxanda. Düzdür, o vaxt maliyyə yaxşılaşmağa başladı, futbol qalxmağa başladı. 2005-2015 ili üçün inkişaf proqramı var idi, klublara ayrılan büdcələr. Onda komandalar güclənməyə başladı və həmin anda Bakını da götürək, sonra mən Bakıdan Lənkərana getdim. Tam fərqli idi, şərait, maliyyə, istərsən. Sadəcə bir problemimiz var idi ki, bu dönəmdə
klub sferasında yerli çempionat üçün hər şey elədi Lənkəran. Sadr Ruslan utdu, ölkə çempionatını qazandı, ölkə kubokunu qazandı. Ondan o tərəfini etməyi bacarmadıq. Çünki o da mənə elə gəlir ki, milli çempionatımızın aşağı olmağı idi. Oynadığınız klublar çox müxtəlif futbola sahib idilər də. Bu keçidlər sizə taktika baxımından hansısa bir üstünlük qazandırdımı? Yox, deməzdim taktika baxımından. Hər bir məşqçinin öz oyun üslubu var. Sən istər-istəməz o oyun üslubuna uyğunlaşmalısan. Mən həmişə demişəm ki, sən bu həyatda su olmalısan. Su nə demək? Necə su olmalısan? Məsələn, bu suyu çaşqıya tökürsənsə, onun formasını alır. Götürək başqa bir çaşqıya tökərsənsə, onun formasını alır. Ona görə bu günləri hər bir futbolçu hansısa komandaya gedirsə, oranın ab-havasını almalıdır. Ceyhun müəllim, bəs sizin həminki dövrdə olan Premyer Liqa ilə indiki dövrdə Premyer Liqa arasında hansı fərqlər görürsünüz? Yeganə fərq odur ki, klub sayının çox olmağı ilə fərqləndirərdim. Bu günləri düzdür, Qarabağa çıxmaq şərti ilə. O vaxtın maliyyəsi ilə indiki maliyyəsi fərqli idi. Üstəgəl klubların sayı çox idi. O vaxt 16-18 klub var idi, komanda var idi ki, çempionatda iştirak edirdi. Bu günləri 8, 10, 12-yə qaldırmışıq. Fərq bir ondadır. Buradan elə keçməsəm seleksiya məşqçi kimi də fəaliyyət göstərmisiniz. Bəs bu qərarı verməyə necə oldu, necə baş verdi ki, artıq bu qərarı? Mən futbolu bitirəndə idarəçi kimi olacaqdım. Onu demişdim. Həm düzdür. Məşqçi kimi bütün kateqoriyaları almışam, bir pro kateqoriyasından başqa. Amma ilk olaraq futbolu bitirəndə seleksiya kimi başladım ki, mənim bu bacarığım var yoxsa yox. Çünki məşqçi kimi bacarığım yoxdur. Mən onu özümdə bilirəm. Amma futbolçu gətirmək, komanda formalaşdırmaq, bunları yaxşı bacardığıma görə bu sferada getdim. Düzdür, ilk günlər çətinlik çəkirdim. Getdikcə insan birdən-birə nəyəsə nail ola bilmir. Yavaş-yavaş o havanı aldım, bu günləri tam sərbəst rahatım. Bugünkü futbol mühitində istedad aşkarlanması üçün ən effektiv metodlar sizcə hansılardır? İstedad aşkarlamaq bilirsiniz necədir? İstedadı baxan kimi hiss eləyirsən. Topla rəftarından belə hiss eləyirsən ki, bu uşaqdan nəsə alınar yoxsa yox, bu uşağın üzərində işləmək olar yoxsa yox. Bir də var ki, bir futbolçunu gətirirsən, deyirlər istedadlıdır və verirsən topu ona, topla davranışı o deyil. Və başlayırlar onun üzərində işləməyə. İnanırsınız ki, nə qədər işləyirsənsə, biraz qaldıra bilirsən. Amma öz istedadı olanda, bunun üzərində işləyəndə daha da effektini ala bilirsən. Biz düşürük elə uşaqların üstlərinə ki, bunun perspektivi yoxdur. Və biz deyirik ki, bunun perspektivi yoxdur, bundan nəsə çıxardacağıq. Mənə görə bunun üzərində durmaq lazımdır ki, peşəkar insanlar hansı uşaqdan futbolçu etmək olar, bunun üzərində durmalıyıq. Yox, bu günləri özünüz görəcəksiniz. Azərbaycan futbolunda qapçıları götürün, hamısının boyu balacadır. Niyə? Çünki buna uşaq vaxtında, bunun valideynlərinin genetikasından maraqlanmalısan. Boy artacaq, artmayacaq. Bunlar hamısı detallı gəlir, çıxır. Sonunda görürsən ki, peşəkar futbolçu olur 1.75 qapçı. Belə olmamalıdır əslində. Elə Ceyhun müəllim, bundan elə keçmək istəyirəm. Uşaqlar və gənclər arasında ən çox hansı boşluqları müşahidə edirsiniz hal-hazırda dönəmdə? Boşluqlar uşaqlar arasında çoxdur. Çünki bizim dönəmlə, uşaqlığımızla indiki uşaqlığın fərqi çoxdur. Bizim dönəmdə planşet, telefon, mühit tam fərqli idi. Bu günləri mühit tam fərqlidir. İndiki uşağı yoldan çıxartmaq çox asandır. Əvvəlki uşaqları çıxartmaq çətin idi. Çünki baş qarışırdı küçədə futbol oynamağa, heç yana getməyə vaxtı yox idi. Amma bu günləri gedirlər məktəbə, məktəbdən çıxırlar, gəlirlər və planşetdə otururlar, planşetdə biri-biri ilə yazışırlar və şəbəkə yaradırlar və bundan o yanası məncə bunun üzərində durmaq lazımdır ki, heç bir uşaq planşetə yaxın durmasın. Düzdür, məktəblər bu günləri bilirsiniz necədir? Biz də oxumuşuq, indikilər də oxuyur. Ev tapşırığı WhatsApp-la göndərilir. Deyirlər ki, uşağın əlində telefon olsun ki, ya valideyninə göndərilir. Belə olmamalıdır. Niyə bizim vaxtımızda biz oxumamışıq, biz ev tapşırığı eləmişik də. Bunların hamısı gətirir, o xırdalıqdır, amma gətirir böyük bir problem yaradır. Ona görə bugün bizim uşaqların beyni sadəcə elektronikaya bağlıdır. Öz qərar vermə
idmanda qərar vermələr var da. Bu günləri niyə Ronaldonun qiyməti 100 milyondur? Onun bədəninin quruluşuna görə yox. Onun beyninin içinə görə. Çünki o zamanında düzgün qərar verməyi bacarır. Bunlar hamısı oradan gəlir. Bütün həyatda nəyə eləyirsənsə, bu günləri mənim hərəkətlərim də var da, düzdür? Əl hərəkətlərim. Hamısı beyindən gələn bir şeydir də. O beyin düzgün qərar verirsə, deməli sən düzgün eləyəcəksən. Yox, düzgün qərar vermirsə, problem burada. Buna da toxunan elektronikadır. Ceyhun müəllim, seçdiyiniz futbolçuların daha sonra gözləntilərini doğrultması sizdə hansı hisslər yaradır? Doğrultması xoş hisslər yaradır. Doğrultmamayanda isə görürsən ki, biraz öz içində deyirsən ki, mən hardasa boşluq buraxmışam. Amma ümumi götürəndə, futbolçunu gətirəndə seçim mənim olmur. Hər bir kluba futbolçu gəlirsə, seçim olur klubların. Yox, mən əgər gətirdiyim futbolçunun seçimini mən etsəydim, onda mən ona deyə bilərdim ki, hardasa mən bu futbolçuda yanılmışam. Olub ki, futbolçular gətirmişəm, demişəm ki, bu futbolçunu mən sizə deyirəm, götürün, mən inanıram buna. Və buna qulaq asan olmuyor. Amma elə futbolçu təklif eləmişəm ki, heç mən onu komandama yaxın buraxmaram, biliyorsan onu götürən olub. Fərqlidir, baxışlar fərqlidir. Ceyhun müəllim, belə bir sualla davam eləmək istəyirəm. Meydandan kənara keçdikdən sonra futbol daha geniş çərçivədə müşahidə etmək imkanı qazanırız. Bu keçidlər sizə nə öyrətdi? Keçidlər futboldan, qıraqdan bitirdikdən sonra qıraqdan baxırsan ki, bilsəydim mən keçmişdə, öz keçmişimdə nə qədər səhv etmişəmsə, onları görmüşəm ki, mən bunu etməzdim. Mən bugün olsaydım yenidən Ceyhun, yenidən bu sferada futbolçu kimi başlasaydım, inanın ki, mənə həyatımda hər şeyi kənara qoyardım. 30 yaşına qədər o şey deyirlər, ata bağlayırlar belə, qırağa baxmasın. 30 yaşa qədər heç bir yerə çıxmazdım. 30 yaşına həyatımı qurardım. 30 yaşından sonra bu günləri istədiyim şeyi eləyə bilirəm də. Amma indiki futbolçular onu anlamır. İndiki futbolçular deyir ki, mən bu günləri də yaşamalıyam, sabah da yaşamalıyam, ondan qabaq da yaşamalıyam. Amma hər şeyin əziyyətini çəkməlisən. Bu günləri mən düşünsəydim ki, ondan sonra çətinlik başlayacaq. Futbolçu olanda hamı sənə orada oturma, burada otur deyir. Amma futbolu bitirəndən sonra sən heç kimə lazım olmursan. Sən başlamalısan, özünü şəxsi işini qurmalısan, həyatın davam eləyir və o futbolçu karyerasından sonra düşürsən, bitirirsən, ondan sonra görürsən ki, aşağı gedir hər şey. O aşağı gedən anda sən onda fikirləşirsən ki, mən harada səhvlər eləmişəm. Bugün də futbolçulara demək istəyirəm ki, 30-31 nə qədər futbol oynayacaqsınızsa, inanın ki, elə bilin ki, zombi kimi yaşamalısınız. Yoxsa futbol bitəndən sonra siz deyilsiniz. Ceyhun müəllim, seleksiya məşqçisi kimi ölkə futbolunun inkişafında hansı istiqamətlərdə prioritet olaraq görürsünüz? Məsələn, ölkənin inkişafı barədə, seleksiya barədə ona mən cavab verə bilmərəm. Çünki onunla ölkənin futbolunu qaldıran insanlar cavab verə bilər. Mənim seleksiyam sırf olaraq mənim öz işimlə bağlıdır. Amma inkişafla bağlı istəyirsinizsə nəsə deməyim, onu mən yox, onunla məşğul olan insanlar deməlidir. Bəs bu gün Azərbaycan futbolunda ən böyük potensialı harda görürsünüz? Klublarda, akademiyalarda, yoxsa fərdi müəllimlərdə, ya layihələr olaraq? Potensial yoxsa problem? Problem olaraq. Bu günlər problem başdan ayağa çoxdur. Çünki futbol yoxdursa 30 ildir yapışmışıq, 30 il yerli futbolçularla oynadıq. Dedik ki, futbolçularımız inkişaf eləyəcək. 30 il keçdi, heç kim inkişaf eləmədi, seleksiya ilə də bağlı, potensialla da bağlı, heç nə göz önünə gəlmədi. Və 30 ildən sonra sistem dəyişdi, legioner limitini dəyişdirdik. Və indi düşmüşük ki, milli komandaya futbolçu tapa bilmirik. Yaxşı, 30 il, bax, məntiq olmalı da bu sözü deyəndə. 30 il biz legioner limitisiz oynamışıq, futbolçu yetişdirə bilməmişiksə, legioner limitini dəyişmişik, bugün deyirik ki, niyə dəyişdik, futbolçu yoxdur. Yenə də dala gəlməliyik, legioner limitini aşağı salmalıyıq və yenidən yenə başlamalıyıq. 30 il bunu gördükdə biz praktikadan keçdiyimiz şeyin arxasınca düşürük, görürük və yenə də səhv etməyə çalışırıq. Ona görə bu günlər akademiyalarda da çox boşluqlar var. Siz akademiya deyirsiniz, akademiya böyük bir mövzudur.
akademiya mənim yaş qruplarım var, bu akademiya, elə akademiya olmur. Yetişdirmək üçün hər şey eləməlisən. Siz bir dənə baxın görün. 12 komandamız var. 12 komandamızdan neçəsi ölkə xaricinə uşaqlarını göndərir. Biz barmaqla sayılacaqdır. Neftçi ola bilər, Qarabağ ola bilər, Sabahdır. Qəbələ idi, indi Qəbələdə durub. Hamısı maliyyəyə bağlıdır. 3 komandanın akademiyanı qurmaq istəyən, Azərbaycan futbolunu inkişaf elətdirmək istəyən qeyri-mümkündür. Kimsə deyir, o 77 vərəq yazan Belçika şirkəti var. O sadəcə olaraq yazır. Mən onu bilirəm ki, mən bir kitab oxumuşam. Mən o kitabı oxuyandan sonra mənim həyatımda yox sözü yoxdur. Nəyin dalınca gedirəmsə, onu bitirməmiş çıxa bilmərəm. Napoleon Hill'in kitabı var. Siz bir dənə o kitabı oxuyun, özünüz görəcəksiniz. Düşün və qazan. Onda görəcəksiniz ki, həyatda nəyin dalınca gedirsənsə, mən bunun dalınca gedirəm, bəlkə alınmadı. Bəlkə alınmadı sözünü deyirsinizsə, ondansa getməyin. Ona görə hər bir insan nəyisə arxasınca gedirsə, onu həll etmək üçün getməlidir. Ceyhun müəllim, deməli, verilişimizin belə bir maraqlı bir bölümü var. Sürətli cavab rubrikasıdır. Sizə suallar verəcək. Yəni, ilk cavabı qısa vaxtda verməlisiniz. Buyurun. Əgər hazırsınızsa başlayaq. Buyurun. Azərbaycan futbolunda ən güclü taktiki zəkaya sahib oyuncu. Bir deyil, iki deyil. Taktiki zəka tək bir adamın adını çəkmək olmaz da. Çünki qarşıda olan, bundan öncə də olan futbolçular var ki, Yanişevski, Kazbek Tuayev, Nazim Süleymanov, Vəli Qasımov gəlir. Ona görə birinin adını çəkə bilmərəm. Meydanda ən çətin rəqibiniz kim olub? Ən çətin rəqibim o hansı ki mənə qarşı daha zədəyə meyilli müdafiəçilər, sərt olan müdafiəçilər, biraz onlardan çəkinmişəm. Karyeranızın ən yadda qalan oyunu? Karyeramın ən yadda qalan oyunu məncə İranda olub. Hücum yönümlü oyun yoxsa taktiki intizam? Hansını seçərdiniz? Fərqli. Çünki hücum məğlub olub hücum qurmalısan, qalib gəlib müdafiə qurmalısan. Bunlar ayrı-ayrıdır. Futbolda ən vacib amil sürət, düşünmək yoxsa mübarizə? Üçü də olmalıdır. Hələlik bizdə axsamalar var. Biz dururuq ki, birini seçək, amma elə olmamalıdır. Üçü də olmalıdır. Ən sevdiyiniz stadion? Santiago Bernabéu. Madridin şəhərindədir. Madriddə düz şəhərin ortasındadır ki, çox rahatdır. Məşq zamanı səhər məşqi yoxsa axşam məşqini sevirsiniz? Əlbəttə axşam məşqi. Səhər kim durmaq istəyərdi yuxudan? Xarakter isə daha çox nəyə önəm verirsiniz? İntizam, sakitlik, liderlik. İntizam, liderlik. 2 dənə. Bir futbolcuya ilk baxışda nə hiss edirsiniz? Potensial, motivasiya yoxsa iştah? Potensial olmalıdır. Əlbəttə ki, potensial birinci önəmdir. Oyunçu kim geri qayıtsaydınız, hansı mövqedə yenidən oynamaq istərdiniz? Yenə 10 nömrədə oynayardım. Futbol xaricində ən böyük həvəsiniz? Gəzmək, ölkələri gəzmək. 3 sözlə özünüzü necə xarakterizə edərdiniz? Lider, sakit, amma necə deyərlər, ona öz istəyinə çatana qədər durmamaq. Uğur üçün əsası zəhmət, sistem yoxsa fitri qabiliyyətdir? Fitri qabiliyyət. Futbolda bir qaydanı dəyişmək imkanınız olsaydı, nəyi dəyişərdiniz? VAR sistemini. Bilirsiniz niyə görə VAR sistemini deyirəm? Çünki VAR sistemində epizod olaraq buraxırlar epizoda. Futbolçu gedir həmin epizodu sonlandırır. Sonlandırandan sonra həmin epizodda oyundan hakim, yan xətt hakimi bayrağını qaldırır. Mən həmin anda düşünürəm ki, həmin epizoddan öncə əgər zədə alsa, onun günahı kimdə olacaq? Son olaraq bir cümlə ilə Ceyhun Sultanov üçün futbol nədir? Futbol həyatdır. Futbol mənim üçün gələcəyimi qorumaq idi. Futbol mənə çox şey verdi. Bəs sizə nə deyim? Mən uşaq ilimdən tutmuş, tərbiyəmdən tutmuş, bugün yaşam tərziməcən futbol mənə verib. Çox sağ olun Ceyhun müəllim suallara cavab üçün. Son belə bir, artıq sona doğru yaxınlaşırıq. Belə bir sualdan artıq eləmək istəyirəm. Peşəkar həyatda sizi daima ayaqda saxlayan prinsip nə olub? Peşəkar həyatda məni saxlayan prinsip, necə deyim, prinsiplərim çox olub. Birini deyəsəm, o düz olmayacaq. Mən ayaqda qalxmaq üçün mübarizə aparmaq, lider olmalıyam. Mən xoşlayıram birinci olmağı, ikinci olmağı xoşlamıram. Onun üçün mübarizə aparmışam və prinsiplərim çox olub. Sonda əsas odur ki, insan olmaq. Ceyhun müəllim, buradan gənclərə bugün belə bir mesaj vermək imkanınız var. Onlara nə mesaj deyərsiniz, nə məsləhət görərdiniz?
ümumi götürəndə hər bir gəncə, nə futboldan kənar, hər birinə demək istəyərdim ki, idman elə bir növ, hər bir növü elə bir şeydir ki, sizin həyatınızı qura biləcək bir şeydir. Bu günləri idman olmasaydı, bəlkə mən də bu günləri hansısa bir yerdə parklama yerində belə işləyə bilərdim. Çünki futbol məni ayaqda saxladı, futbol məni oxutdu, futbol mən əsgər getdim, futbol məni bütün dünyanı gəzdirdi, futbol məni aləmi yaxşı yaşamağı üçün təmin etdi. Nə deyim, bu günləri hər bir uşaq, hər bir gənc bunu düşünsə, inanın ki, mənə heç bir pis vərdişlərə qoşulmayacaq. Pis vərdişə qoşulur, bilirsiniz nə vaxt? Nə vaxt ki, ailədə boşluq olur, uşağı buraxırlar başlı başına. Əgər hər bir uşaq öz uşaqlıq dönəmində bir işlə məşğul olsa, idman növü ilə məşğul olsa, onun başı qarışacaq, heç bir qırağa getmək, başqa yerdə zaman keçirməyə belə vaxt olmayacaq. Nəyə görə deyirəm? Mənim bu günləri 46 yaşım var. İnanın ki, mən gedib qıraqda oturmağa zaman tapmıram. Zaman tapmadığım üçün də sevinirəm ki, mən işdə və ailəmin yanındayım. Çünki mən bu gün zaman tapsam, zamanımı boş-boş ilə hansısa çayxanada oturacam və pis vərdiş əldə edə biləcəm. Ona görə buna hər bir uşaq nə iləsə məşğul olmalıdır. Ceyhun müəllim, elə əvvəlcə qeyd etdik, Topsport şirkətinin təsisçisiz. İstərdiniz bununla da bağlı bir məlumat verərdiniz? Topsport şirkətini biz hardasa 2 il, 3 ilə yaxın qurmuşam. Orada şəxsi futbolçularım var, hansılar ki, xaricdən gətirdiyim futbolçular var və o şirkətin ətrafında bütün Avropa agentlikləri ilə sıx münasibətdəyəm və istənilən Avropanın, istənilən dünya deyə bilərəm də, Kolumbiyadan tutmuş hər bir ölkədə şirkətlər olaraq bir-birimizlə münasibətimiz var. Düşünürəm ki, bu mənim sırf olaraq hobbimdir. Bu mənim, necə deyim, mən idarəçi olduğum üçün, mən bu günləri o şirkəti qurdum hobbi üçün. Mən bu gün FIFA agenti deyiləm. Əgər mən sırf FIFA agentliyinə özümü versəm, mən klub sferasında işləyə bilməyəcəm. Amma mənim də bu günləri işimin ən əsası klubda idarəçidir. Ceyhun müəllim, son olaraq bir sualına yekunlaşmaq istəyirəm. Bildiyiniz kimi, milli komandada Ayxan Abbasov gəldi və hal-hazırda ilk oyundakı müəyyən nəticədən sonra bayağı artıq sosial mediada da başladılar, istefası və s. falan. Sizcə Ayxan Abbasovun Azərbaycan milli komandasına üstünlüyü olacaqmı, nəsə gətirəcəkmi, yoxsa bu tənqidlər nə dərəcədə doğru görürsünüz? Tənqid həmişə olacaq. Bu günləri biz elə bir yerə çatmışıq ki, biz ortaq məhrəci tapa bilmirik, tapa da bilməyəcəyik. Çünki bir qrup jurnalistika, o birisi qrup jurnalistika, biri-biri ilə üz-üzədir. Bu günləri biri bir kluba azarkeşlik eləyir, bir klubla əməkdaşlıq eləyir. Bu günlər Ayxan Abbasov gəldi. Bundan Ayxan Abbasovdan qabaq neçə xarici məşqçi var? Nə effekt oldu? Ayxan Abbasov 4 oyuna çıxıb indidən başlayırlar ki, onun istefasını tələb etməyə. Mümkün deyil. Bu günləri bugün sizdən belə, məndən belə heç kim, hamı razı ola bilməz. Bu bir mənalıdır. Biz bugün nəyi qazandıq? Yerli məşqçini. Biz bugün nəyi qazandıq? Maliyyəni. Çünki Şantuşa verilənlər Ayxan Abbasova verilmir, düzdür. Burada neynir? Ekonom olur. Və bu pulu uşaq futboluna xərcləyə bilərsən. Əfsuslar olsun ki, bu günləri hansısa bir proyektlə, kiməsə yaxınlaşırsansa, həmin proyektdə futbolla bağlı hamısı büdcənin olmadığı deyilir. Amma soruşsan ki, hansısa bir proyektdə dantik bir konsert var, gedib ona sponsorluq eləyəcəklər. Problemlər bundan başlayır. Ceyhun müəllim, son olaraq bizdə belə adət-ənənə almış bir sualımız var. Hər bütün qonaqlarımız istər futbol dönəmində, istər indiki dönəmlərində yadlarında qalan maraqlı bir hadisəni danışırlar. Sizdə belə bir şey baş veribsə? Yadımda qalan hadisə, o da yadımdadır ki, Avstriyadaydıq, təlim məşq toplanışına gelmişdik Xəzər Lənkəranla. O vaxtda bizdə həmişə taksini belə saxlayırdılar axı. Bizə hələ çatmamışdı ki, orada
çağırmalısan, taksi gələcək. Biz Zaur Ramazanov idi, mən idim, Alim Qurbanov idi. Sonra bir nəfər də kimsə yadımda deyil. Getdik şəhərə ki, gələndə taksi çağıracağıq. Hardasa 15 kilometrdə aramız var. Gəldik, çatdıq həmin yerə, alış-verişimizi elədik, qayıtmağa yol gedirik, taksi saxlayacağıq. İnan 6 saatdan sonra biz gəlib çatdıq öz otelimizə. İndiyənəcən o mənim yadımdadır. Ceyhun müəllim, son olaraq bizim izləyicilərimizə son fikirlərinizi deyərdiniz bununla da. Sizin izləyicilərinizə verilişiniz daim olsun. Hamı deyir ki, uğurlu olsun. Əsas odur ki, maliyyəli sponsorunuz olsun. Dayanıq olmaq üçün sponsor lazımdır. Bugün hər bir, mən özümü götürürəm. Bir işin dalınca gedirsənsə orada sponsor olmalıdır. O olmasa onu uzun yol apara bilməyəcəksiniz. Ona görə uğurlar arzulayıram. Tezlikcə yaxşı bir sponsor arzulayıram. Çox sağ olun. Belə proyektlərə pul xərcləmək itmir, amma hansısa bir dantik oxuyan müğənnilərə sponsorluq eləyənlərin pulu əfsar olsun ki, gedir və oradan heç kim qazanc əldə etmir. Bu günləri sizə edilən sponsorluq gələcək uşaqların gələcəyi üçün, düzgün yola yönəlmək üçündür. Çox sağ olun Ceyhun müəllim. Uğurlar arzulayıram. Ceyhun bəy, həm futbolçu kimi, həm futbolçu kimi meydanda, həm də idarəçi kimi klub daxilində toplanan zəngin təcrübəni bizimlə bölüşdüyünüz üçün sizə təşəkkür edirik. Sizin yolunuz gənc futbolçular və idman meneceri üçün real bir nümunədir. Əziz izləyicilər, bu gün İdmancan uğur hekayələrində qonağımız Azərbaycan milli komandasının sabiq üzvü, ölkə çempionatı və kubokunun qalibi olmuş keçmiş peşəkar futbolçu, daha sonra Bakıda seleksiya məşqçisi kimi Sumqayıt klubunda baş menecer, Neftçi və Keşlər klublarında idman direktoru kimi çalışmış və Top Sport şirkətinin təsisçisi Ceyhun Sultanov idi. Bizimlə olduğunuz üçün təşəkkür edirik. Suallarınızı və qonaq təkliflərinizi bizə göndərməyi unutmayın. Sportzona izləməyə davam edin ki, biz də sizin dəstəyinizlə, sizin yazdığınız yorumlarla belə deyək, dəyərli idman mütəxəssislərindən sizin qarşınıza gələk. Çəkiliş prosesinə görə göstərdiyi peşəkar dəstəyə görə Ref Media studiyasına və komandasına təşəkkürümüzü bildiririk. Növbəti buraxışlarda yenidən görüşənəcək. İdmanda qalın, inkişafda qalın.